Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə, dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Ürəyim, ürəyim. Nədir? Nə olub? Hə? Məni çağırdın? Ulduz, nə olub sənə? Ürəyin tutulub? Ürəyin səni narahat edir. Yaxşı, bu dəqiqə. İndi gətirəm. Yaxşı, biraz səbr elə. Gəl. Sen ara gettin, biraz tez ol Gedim da. dərman gətirim də. Vay başım. Gətirdim, buyur. Götür əzizim. Götür iç. Ha, götür iç. Ha, deyirəm, bu arabadan qurtulmadın da. Neçə damcı 10-15 damızdırım. damcı damızdır bəsdir. Yaxşı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bəsdir, bəsdir. 16 damcı oldu ki. 14 damcı oldu. Götür iç. İç, iç. Sən də heç düzəlmədin də. Özünə gəl görüm. Sağ ol. Dəyməz. əzizim. Yaxşı ki varsan. Nə olub sənə yenə? Axı boş yerə bu vəziyyətə düşməzsən. Niyə birdən-birə ürəyin belə tutdu axı? Hava istidir də. Yəqin ona görə belə olur amma. Hə, bu istilər də dəhşətdir. Amma tezliklə payız gələcək. Düz deyirsən. Ha. Mən tez bir vaxtda hərəkət eləyib yeriməliyəm. İndi o günlərin həsrətindəyəm. Hə, tezliklə ayağa qalxarsan. İndi biraz yaxşısan. Hə, Demək sən olar yaxşı niyyət elə ki, yaxşı olasan. Yaxşı ki varsan, düz deyirsən. Mən hansı ağılla o qadınla görüşə getdim. İndi neyniyəcəm? Amma mənə ev alıb versə, bu evdə kürəkənimlə onun qohumları ilə qalmazdım. Öz əlim, öz başım, xan kimi, bəy kimi yaşayardım. Mən indi neyniyəcəm, hə? Amma bu qorxunc təklifdir. Bir tərəfdən də düşünürəm ki, xəbər aparıb gətirmək elə də çətin iş deyil. Amma digər tərəfdən də əgər Adilə bacı bundan xəbər tutsa, bəlkə xəbər tutmadı. Ay, başımı tamam itirmişəm. Ay Allah, mən indi neyniyim? Bağışlayın. Sizin burada ne işiniz var? Mən sadəcə... Siz həyətin bağbanısınız, düzdür? Sizin evdə ne işiniz var? Size həyətdə otaq ayrılıb. Düzdür. Size bura girmək qadağandır. Bağışlayın, mən deyəsən səhv salmışam. Ayaq yolunu axtarırdım. Ayaq yolu həyətdə də var da.
Ora gedə bilərsiniz. Bir də yuxarı qalxmayın. Yaxşı, bağışlayın. Gedə bilərsiniz. Bağışlayın. Salam aleyküm nənəcan. Oğlum. Sən yaxşısan? Hə nənəcan, xeyli yaxşıyam. Sən çalış, bir-iki gün dincəlib özünə gələsən. Sonra isə get, boşanma ərizəsi ver. Nənə, yenə mənim şəxsi işlərimə qarışırsan? Nədir? Sən ömür boyu çürümək istəyirsən? Yenidən boşanmaq istədiyin arvadın yanına qayıdıb bizim ailəmizi rüsva eləmək istəyirsən? Bu evdə mənim dediyim olmalıdır. Sən mənim nəvəmsən. Deməli, dediyimi eləməlisən. Vəssalam. Gəl oğlum. Sənin dediyin o vəkillə danışdım ata. Hə, bəs nə oldu oğlum? Məhkəmə gününü ona dedim. Elnuru asanlıqla oda bilərəm. Artıq onun binaları mənim əlimdədir. Afərin oğlum. Aslan, gördün qardaşının çevikliyini. Bəs sən nə etmək fikrindəsən? Bir şey fikirləşib tapmısan? Təbrik eləyirəm, Samir. Tək ki məhkəməni qazanasan. Hamı səni alqışlasın. Mən də səni bu münasibətlə təbrik eləyim. Nə bilim, ya güllə, ya tortla, ya da başqa bir şeylə. Yoxsa hələ də keçmiş arvadına yazığın gəlir Aslan. İndi heç kimə rəhm eləmək olmaz. Doğrudan? Mən səmanın daşınmaz əmlakını əlindən alacağım. Yəni Süleymanovlara məxsus olan əsas mirası, mal-mülkü. Hə, artıq özünə gəlirsən oğlum. Sən bunu necə həyata keçirəcəksən? Mən elə eləyəcəm ki, Səma bunları mənə öz xoşu ilə verəcək. Qardaşlarım da mənə kömək eləyəcək. Düzdür, Samir? Bunu başa düşdüm, amma necə eləyəcəksən? Qoy bu sir qalsın. Axı ailəmizdə satqınlar var. Aslan, bu nə deməkdir? Bilmirəm. Son vaxtlar nə danışırıqsa hamı xəbər tutur. Mənə elə gəlir təzə aldığımız evin divarlarında qulaqlar var. Qızım. Hə, Vay. hə ana. Sənə nə olub? Elə bil nəsə başqa cürsən. Oy. Hər şey yaxşıdır. Yox, yaxşı deyil. Niyə? Nə olub ki? Oy. Məlikə. Mən özüm də bilmədən səhvən bir işə qarışmışam. Nəyə qarışmısan ki? Mən sakitcə oturmuşdum. Bir qadın mənə zəng eləyib. Dedi ki, gəlin görüşək. Sizə yaxşı bir təklifim var. Sözün düzü mən onu tanımadım. Qızım, Sonra? axı bilirsən də mən əvvəl bizneslə məşğul olmuşam, düzdür? Dedim, gedim görüşüm də. Bəlkə bu bizneslə bağlı bir işdir. Getdim, görüşdüm. Sonra? O qadın kim idi? O qadın Səltənət ana idi. Necə? Ana, sənin ağlın başındadır. Sən gedib nənənin ən qatı düşməni ilə görüşmüsən? Ay, sakit ol. Məyər mən bayaq sənə demədim? Axı mən onun Səltənət ana olduğunu bilmirdim. Bilirsən, telefonda özünü mənə necə təqdim Necə? elədi? Dedi ki, adı Sahibədir. Axı, onun səndən nə işi ola bilər?
Bilirsən o mənə başqa nə dedi? Nə dedi? Dedi ki, mənə Adilənin hara getdiyini, neynədiyini, kimlə görüşdüyünü, ondan bağlı bütün məlumatları çatdırsan, mən sənə ev alıb verəcəm. Ana, cəmaata dəli deyirsən. Bağışla, amma sən özün dəlisən, ana. Nəyə görə? Neynəmişəm ki? Əgər dəli deyilsənsə, o qadının səltənət ana olduğunu görən kimi arxana baxmadan niyə qaçıb getmədin, hə? Sən hansı ağılla oturub ondan söhbət eləmisən? Deməli, o sənə ev vəd eləyənə qədər oturub ona qulaq asmısan? Neynəməli idim? Başqa çıxış yolum yox idi. Bəs neynəyəydim? Mən bu çıxılmaz vəziyyətdən çıxmalıydım, ya yox? Anacan, nə bilirsən, bəlkə bu kiminsə qurmasıdır? Bəlkə elə bunu kimsə səni sınamaq üçün eləyir. Yox, elə demə qızım. Axı, bunu eşidən olsa başına üzərlər. Allah eləməsin, Allah eləməsin. Doğrudan deyirsən qızım? Yox, elə demə. Axı mən ananım. Ay Allah. Hələ yad bir qadınla heç kimə demədən görüşə getmisən. Sonra da səltənət ana olduğunu görüb tanımısan, amma yenə oturmusan. Onunla oturub söhbət də eləmisən. Vay. Ay, axı mən hardan biləydim Məlikə? Hardan biləydim? Alnında yazılmamışdı ki, səltənət anadır. Mən sadəcə ümid elədim ki, bu təklifin bizə faydası deyə Faydası bilər. dəysin deyə Cəlinlə görüşə getmisən. Sən səltənət ananın kim olduğunu bilmirsən. Bilirəm. O nənəmizdən də betərdir, ondan heç dala qalmaz. Ay, tövbə estağfurullah. Lap o dərəcədə. Sən deyəsən Şirzad bəyin qudası olduğunu yadından çıxarmısan. Qaynatamın qəzəbinə bələdsən. Anası ondan da betərdi. Əgər biz onlara xəyanət eləsək, heç birimiz sağ qalmayacağıq. Ay Allah, Evdən özüm qovmaqla var. sakitləşməzlər. Bizi vurub öldürərlər. Bunu fikirləşməmisən? İraq olsun de. Sənə izah elədim axı. Dedim bəlkə o mənə ev alıb verər də. Mən də sakitcə köçüb gedərəm. Sənin yanında qalıb hamının zəhləsini tökmərəm də. Ay Allah. Səltənət ana oyun oynamış olsa necə? Sabah bunu nənəyə desə nə olar? Onda qaynatam səni 100% öldürəcək. Mən nə işə baş qoşmuşam? Mən nə eləmişəm, indi nə eləyəcəm? Nə edirsən elə? Amma qaynatamın verdiyi çörəyə tüpürmə ana. Ay. Əgər onun qəzəbinə tuş gəlsən, sənə heç kim kömək eləyə bilməz. Ay Allah pərverdigara, sən özün kömək ol. Özün mənə kömək ol, ilahi. Mənə o günləri göstərmə. Ana, Siz hara getmişdiniz? Telefona da cavab vermirdiniz. Bağışla nənəcan. Səmanı anamla görüşdürdüm. Yaxşı eləmisən. Anana dəbdəbəli toy eləyəcəyini demisən? Demişəm. Nənəcan, bilmirəm niyə, amma Babəkin anası mənlə köhnə tanışı kimi davrandı. Elə ki anam Səmanı gördü, məni yadından çıxardı. Mənim Səmam hamının xoşuna gəlir, bildin? Yaxşı, sən get, bu işi həll elə. Yaxşı oldu. Qızım, Adilənin evində olanlardan birini ələ almışam. Kimi? Adiləyə qarşı olan bir qadını. Mən onu pəncərədən çox izləmişəm. Adiləni sevmədiyi aydın hiss olunur. Mənim fikrimcə, Adilənin də ondan xoşu gəlmir. Qohumlarıdır? Hə, o Şirzadın qudasıdır. Adı Nəcibədir. Nənəcan, sınanmamış atın belinə minməzlər deyiblər. Axı o qadını yaxşı tanımırsan. Yaxşı tanımasam da, onunla danışanda necə adam olduğunu başa düşdüm. Var dövlətə, pula görə hər şeyə hazır olan bir qadındır.
Amma biz yenə də ehtiyatlı olmalıyıq. Yox, mən ondan çəkinmirəm. O mənə Adilənin atdığı hər bir addımı, hər şeyi yerli yerində çatdıracaq. Nənəcan, nədənsə bu fikrin mənim heç xoşuma gəlmir. Axı onlar qohumdular, bir evdə yaşayırlar. Doğrudan düşünürsən ki, sənə xidmət eləyəcək? Axı onlar qan qohumu deyirlər. Qanları bir olmadığı üçün pula görə xidmət eləyər. Salam aleyküm. Sənin axmaqlığına görə Şəhrizadın ölümünü mənim təşkil elədiyim ifşa olundu. Üzürlü sayın. Neçə vaxtı sənə deyirəm. Ən zəhləm gedən şey bir səhvə yol verib sonra üzr istəməkdir. Bağışlayın məni. Məndən üzr istəmə. Əgər növbəti işində də belə eləsən, kəlлən gedəcək. Yaxşı. Bir də belə səhv eləmərəm. Bundan sonra nə inirsən elə, mənim adımı hallandırma. Sonuncu dəfə olsun, bir də axmaqlıq eləmə. Yaxşı. Səmanı və Elnuru izlə. Mənim üçün dəqiqləşdir görək. Hansı daha güclüdür? Hansı biri daha güclü olsa, birinci onu aradan götürəcəm. Yaxşı, oldu. Get. Səma, Başa düşmədim. Niyə qapını döymədən otağıma girirsən? Axı sənə 1000 dəfə demişəm ki, qapını döy, sonra içəri keç. Bəlkə mən əynimi dəyişirdim. Səma, əgər yadından çıxmayıbsa, biz tezliklə ər-arvad olacağıq. Nə olsun ki? Yoxsa otağıma səndən icazə alıb qapını döyüb girməliyəm. Otağına? Bu mənim də otağımdır. Mənə bax, Babək. Biz hələ ər-arvad deyilik. Bunu yadından çıxarma. Mən hələ fikirləşməliyəm. Nə bilirsən, bəlkə mən fikrimi dəyişdim. Bundan sonra qapını döy, sonra içəri keç. Səma, mən sənin üçün oyuncaq deyiləm. İstədiyim vaxta gəlib gedəcəm. Bunu məndən özün istəmisən. Bəs indi niyə belə eləyirsən axı, hə? Xahiş eləyirəm. Otağıma gələndə əvvəlcə qapını döy. Aslana görə belə eləyirsən? Bilirəm, ona görə belə eləyirsən. Yaxşı. Bu dəfə də sənin dediyin olsun. Toya qədər şıltaqlıqlarına dözməyə məcburuq. Səma. Yadından çıxarma. Biz cəmaatın nəzərində ər-arvadıq. Məsləhət görərdim ki, bu səhvini nənənin yanında təkrarlamayasan. Bağışlayın. Olar ki, mən sizlə biraz söhbət eləyim? Yaxşı, otur. Mənim yanıma niyə gəlmirsən? Sözün düzü, Qudacan. Mənim əziz Qudam. Bilirsiniz, mən sizi bir başqa cür çox istəyirəm. Sizə hörmət eləyirəm. Siz bu malikanənin başçısı, gözəl ağ bir çəyisiz. Arxalana biləcəyimiz əsas insan yalnız sizsiz. Mətləbə keç. Qudacan, bilirsiniz, mənə bir qadın zəng eləyib, bizneslə bağlı yaxşı təklifim var dedi. Məndən görüşmək istədiyini dedi.
Axı siz mənə bələdsiniz. Çox sadəlif adamam. Hər şeyi həmin an başa düşmürəm. Kimə gəldi, həmin an inana bilərəm. Axı əvvəllər az da olsa bizneslə məşğul olmuşam. Ona görə də bu mənə maraqlı gəldi. Yaxşı, bu dediklərinin mənə nə dəxli var? Məsələ ondadır ki, mən bunu bilmirdim, mənim əziz qudam. Mən bunu bilmirdim. Axı mən niyə ora getdim? Görüş. Çox uzatma, danış görək. Görüşə gedəndən sonra gördüm ki, o qadın səltənət anadır. Necə? Deməli, sən ondan görüşmüsən? Mən bunu bilmirdim. Özüm ölüm mən bunu bilmirdim. Allah haqqı mən bunu bilmirdim. Bunu gözləmirdim Quda. Axı telefonda mənə özünü başqa cür təqdim eləmişdi. Mən yazıq onu hardan tanıyım? Axı görməmişdim, onu tanımırdım. Səsindən tanıya bilməzdim axı, əziz Qudam. Yaxşı. O səni niyə çağırmışdı? Mənə casusluq eləməyi təklif elədi. Adilənin atdığı hər addım haqda mənə xəbər verməlisən dedi. Ay yaramaz. Mən onun təklifinə razı olmadım Qudacan. O da məni qorxutdu. Dedi ki, buradan sağ getməyəcəksən. Quda. Yaxşı, sonra nə oldu? Çıxış yolum yox idi. Getdiyim yerdən sağ qayıtmalıydım ya yox. Dedim ki, fikirləşərəm. Canımı zorla qurtardım. Sonra da Quda, o mənə əvəzində ev də təklif elədi. Əməlli başlı səxavətli olub ki. Sözün düzü, mənə heç nə lazım deyil. Qulağım sakit olsa bəsimdir. Qızım sakit yaşasa bəsimdir. Bir də ki, mən sizin kimi qadına xəyanət eləyə bilmərəm. Bax belə, buna görə hər şeyi sizə doğru dürüst danışdım. İnanın. Məni ondan xilas eləyin Quda. Bu malikanədə inanıb etibar eləyəcəyim adam yalnız sizsiz. Quda. Məni çox təəccübləndirdin. Hə? Yəni sən doğrudan belə sədaqətli qadınsan? Ay, nə bilim, bunu heç özüm də bilmirəm. Məncə, haqq ədalət özü sizin tərəfinizdədir. Belə düşünürəm, Quda. Bizə öz həyatınız haqda doğru dürüst danışmısınız. Bütün bunlardan sonra mən səltənət anaya uyub ona satılmaram. Allah bəlamı verər, Qudacan. Həyatım boyu mənə heç kim sədaqətli olmayıb. Hətta sədaqətli olsa belə sonradan xəyanət eləyib. Hətta deyərdim, öz doğma oğlumun belə mənə sədaqətli olduğuna inanmıram. Sizin kimi bir qadına xəyanət eləsəm, 100% kör olaram, Quda. Razıyam. Sənin bu dərəcədə sədaqətli, mərd qadın olduğunu təsəvvür eləməzdim. Ay, Quda. Ay, özüm haqda ilk dəfədir belə bir xoş söz eşidirəm. Ay, yox. Qətiyyən, Quda. Mən xəyanət eləyə bilmərəm. Kim istəyir eləsin. Mən belə eləyə bilmərəm, Quda. Afərin sənə. Götür, bu sənindir. Halallığının və sədaqətinin əvəzidir. Ay, mənim əziz Qudam. Mənim əziz Qudam. Çox sağ olun. Sağ olun. Amma götürə bilmərəm. Çünki mən bunu yalnız və yalnız insanlıq naminə elədim, Quda. Götür.
Bunu sənə səmimi qəlbdən verirəm. Oy, qəlbinizə qurban olaram Quda. Daha neyniyim, təkid eləyirsiniz. Bunu heç vaxt xərcləməyəcəm. Yastığımın altına qoyub saxlayacağam. Bərəkətli olar. Sizin əliniz deyən hər bir şey bərəkətlidir. Amma sən səltənətlə işləyəcəksən. Yox. Onda pulunuzu götürün Quda. Yox. Mən heç bir səltənət tanımıram. İşləməyəcəm. Qorxma. Sənin arxanda mən olacağam. Axı, mənim ürəyim yumşaqdır. Mən belə işlər görə bilmərəm Quda. Ona yalnız mənim dediyim sözləri çatdıracaqsan. Hər addımından xəbərdar olduğunu düşünüb buna şad olacaq. Məni başa düşdün? Yaxşı, Quda. Mənim əziz Qudam. Necə istəyirsiniz elə də olsun. Yalnız mənim dediklərimi ona çatdıracaqsan. Amma səltənətlə bir də görüşmə. Qətiyyən, mən heç vaxt görüşmərəm Quda. Yalnız telefon vasitəsilə əlaqə saxla. Yaxşı oldu. Görüşsən, özünü ifşa eləyə bilərsən. Yaxşı, baş üstə Qudacan. Bu mənədir? Qızım dayan, hara gedirsən? Bunu kim verib? Kişi idi? Ay Eclav, ay Eclav, bu her şeyi bilirmiş. Her şeyi bilirsen, hardan bilirsen, hansını? Sen neynəmsən Ulduz? Yadımda değil. Gerek beyin yaddaşımı yeniden vərəqləyib arxivləşdirim. O kadar çok pislikler eləmişəm ki, özüm de çaşıb qalmışam. Ulduz, İfritə, sən hər şeyə görə cavab verəcəksən. Gözümdən axan hər damla yaşa görə öz qanınla cavab verəcəksən. Al payını. Mənə bax, mənə bax. Hey, buna imkan vermərəm, eşidirsən? Buna heç vaxt imkan vermərəm, öldürərəm, ha? Mən sənə imkan vermərəm. Başa düşürsən? Eşidirsən ya yox? Anan neçə illər mənə qaynanalıq eləyib bəsdir. Qalx. 2 balamı öldürüb, daha bəsdir. Birini güclə saxladım. Eşidirsən? İndi də sən mənə qaynanalıq eləyirsən. Yox, qaynanalıq eləmirəm. Mən qaynanalıq eləmirəm. Ey, sus! Neçə illər anana qulluq eləmişəm. İndi sən haramzadəyə qulluq eləməliyəm. Anan öldü, qurtuldum. İndi sən başlamısan, yetimçəni də öldürərəm. Eşitdin məni? Ya öləcəksən, ya da bu evdən çıxıb gedəcəksən. Gedəcəksən, get! Əgər bir də bu evə qayıtsan, səni öldürərəm. Bir də bura qayıtma. Rədd ol. Sən görərsən Ulduz, mən sənə qan qusturacağam. Hələ sən də mənim kimi qan ağlayacaqsan. Sən də mənim kimi bala həsrəti ilə alışıb yanacaqsan. Sən kimsən qılınc? Salamatlıqdır. Bu lağman həvəskarı var ha, o gündə yedik. Məndən lağmanın reseptini soruşur. Mən hardan bilim? Məyər aşbazam, nə bilim? Kimin üçün bişirəcək? Doğrudan ha, kimin üçün bişirəcəksən? Yoxsa bişirib səltənət anaya aparacaqsan? Birləşib məni təkləmisiniz? Buyurun Pəri xanım, götürün. Əzizim, Nənəcan. Mələk Sima. Bəsdir, uşaqlıq elədi. Lağman öz yerində. Bəlkə qayıdışını qeyd eləyək. Hə? Deyirəm bəlkə karaoke'yə gedək. Bu hələ də balaca uşaqdır da. Bəsdir görək. Biraz dincəlib gələrdik də. Nə deyirsiniz? Karaoke'də Hə, yemiş. Dincəlməyin başqa yolları da var. mən ancaq bunu bilirəm. Amma indi yox.
Mənim yuxum gəlir. Yatacam. Sən yaman... Qardaşımı çox döyüblər. Yox, oradakılar zərbə indirməyi bacarmırlar. Onların zərbəsi yoxdur. Yuxudan doya bilmir. Gecə yata bilməmisən? Hə, yata bilməmişəm. Düzdür. Axı orada köhnə gəlinlər çoxdur. Biri düzdür, sənə çay düzdür. gətirmədi? Elədir. Elə mənə çay... Oturun, narahat olmayın. Otur ata. Salam əleyküm. Aleyküm salam. Necəsən oğlum, yaxşısan? Hə, yaxşıyam. Əslində qardaşların düz deyirlər. Biraz istirahət eləməlisən. Burada görülməli o qədər iş var ki, ata. Nə Sən istirahət. bir qardaşımın üzünə bax. Bilmirəm niyə, Deyəsən amma o o heç yaman özünə qorxur. oxşamır. Məncə o... Güya ora gedib neyniyəcəyik, hə? Ondansa işimizi görək. Kişi olanda nə olar? Dəmir deyil ki, dağ kimi görünsək də, bizə də istirahət lazımdır. Hə, düz deyirsən. İşləmək də lazımdır, dincəlmək də lazımdır. Sən sakit dayan. Düzdür. Yaxşı, siz durun gedin. Yaxşı, oldu. Qoymadınız ki, qoymadınız. Hə, yeri gəlmişkən, Gedirik. Nə oldu? keçən dəfəki kimi içmə ha. Keçən dəfə mən içməmişdim ki. Məni qardaşım içirtmişdi. Hə, Necə? düzdür. Hə, məcbur Elədir. eləmişdi. Qardaşım Ata. məcbur eləmişdi. ata. Narahat olma. Mən onlara nəzarət eləyəcəm. Bugün ancaq qazlı su içəcəklər. Qazlı su. Qazdı su. İndi deyərdim, amma... Ha, biz gedək ata. Hoppa, yaxşı, onda gedək. Oldu. Yaxşısan? Hə, yaxşıyam. Sənə nəsə olub? Yox, heç nə olmayıb. Qardaş, gəl. Gəl mən sənə kömək edeyim. Yox, lazım deyil. Mənə heç nə lazım deyil. Səma, qulaq as. Bəli. Bugün keyfini açmaq istəyirəm. Nə deyirsən? Nə münasibətlə? Anamın səndən xoşu gəldiyi üçün səni sevindirmək istəyirəm. Mən anamın çoxdandır belə sevindiyini görməmişdim. Buna sən səbəb oldun. Ona görə mən də səni sevindirmək istəyirəm. Nə deyirsən? Nə vaxta qədər belə sakit ağlayıb gəzəcəksən? Gəl artıq hər şeyi unudub özümüz üçün rahat yaşayaq. Hı? Yaxşı. Düz deyirsən. Onsuz da mən çoxdandır heç yerə gəzməyə çıxmıram. Onda bugün bu məsələni həll eləyərik. Gəl gedək. Yaxşı. Paltarımı dəyişim gəlirəm. Lazım deyil. Sən belə də çox gözəlsən. Gəl gedək. Bağışla. Yadımdan çıxmışdı. Hə, getdik. Məlikə. Oy, Məlikə. Xeyr ola, keyfin yaman kökdür. Qızım. Sevimli qudam Adilə ilə, canım ciyərimlə axır ki dil tapdım. Oo, doğrudan təbrik eləyirəm. Məni belə sədaqətli olduğuma görə mükafatlandırdı. Nə yaxşı. Yalan da olsa sənə görə çox narahat oluram anacan. Yalan deyil, sən narahat olma. Hey, mənə pul verdi, pul. Bundan sonra arxayın yaşaya bilərik. Artıq mən sevimli qudam Adilənin sözlərinin hamısını Səltənət bacıya birə-bir çatdıracağam. Ana, sən iki od arasında qalmısan. Bayaqdan buna sevinirsən? Başa düşmədim. Niyə elə deyirsən? Qorxma, himayədarım var. Sevimli qudam, canım ciyərim. Ümid eləyirəm dediyin kimi olar. Sən səhv eləmisən. Əvvəldən həmin o Səltənət ana ilə görüşməklə. Görürdün ki, tanımırsan. Niyə gedib ondan görüşürdün? İndi gördün nəticəsi nə oldu? Sən nəyə görə elə bədbəd danışırsan? Məni qorxutma, ay qız. Ana, axı, mən səni fikirləşirəm. Artıq bundan sonra ehtiyatlı ol.
Onsuz da qudam da mənə dedi ki, səltənətlə görüşmə. Çalış ondan yalnız telefonla danış. Çünki nənəmiz də Səltənət ananın kim olduğunu yaxşı bilir. Təkcə sən bilmirsən, ana. Ay, bəsdir mənə bilmirsən dedin, bilirəm. Yox, bilmirsən. Tövbə yarəbbim, bəsdir. De ki, nə olursa olsun, axırı yaxşı olsun. Allah qoysa, hər şey yaxşı olacaq qızım. Bax, görərsən. Bunu qudama dediyimi Səltənət ana bilməyəcək. Ey, bunu ona bildirməyəcəm. Ümid eləyirəm, bunu ona hiss elətdirməzsən. Dedim axı, hiss Hiss elətdirməyəcəm. elətdirsən axırın çatacaq. Narahat olma qızım. Götür. Götür. Hə, götür. Hə, Qardaş, götür, götür. bəsdir də. Götür görək. Axı razılaşdıq, keçməyəcəyik. Bu işə başlamaqla çox yaxşı elədilər. Amma bunu nahaq eləyirik. Axı niyə? Məyər sən evdə qəhrəmanlıq eləyib getməyəcəm, içməyəcəm, onlara özüm nəzarət eləyəcəm demirdin? Hə qardaş, Aslan düz deyir də. Amma indi gör nə edirsən. Gələndən bəri özün Mən bizə qılıncam deyirdi. içki süzüb verirsən. Qardaşımıza nə olub, hə? İndi qardaşımız belədir də, Romeo. Həm danışır, həm də süzür. Başından zərbə alandan sonra belə olub. Hə, mən artıq beləyəm də. Yaxşı, boynunu aldığına görə bir badə içərəm. Oy. Amma belə çox danışsaz, mən burada kimisə kötəkləyib gedəcəm. Bax, buna ehtiyac yoxdur. Bəsdir də. Nədir? Nədir? Videonu görüb gör necə pişiyə döndü. Nə oldu? Muma döndün? Qardaş, bir qədəh də söz. Sevginin şərəfi. Mələykənin şərəfi. Mələykənin, gəlinimizin şərəfinə içirik. İçək. Mən gedim o axmaq hakimi gətirib gəlim. Hə, birində söz. Razılaşdığına görə çox sağ ol. Götür. Əgər istəsən, birlikdə oxuya bilərik. Bəlkə rəqs eləyək, hə? Mən oxuya bilmirəm. Amma bir yerdə rəqs eləyə bilərik. Yaxşı ki, həyatımda sən varsan. Yaxşı ki, sən də mənim həyatımda varsan. Əgər istəsən, bütün dünyanı yandıraram. Çox sağ ol. Əldə bir Oho. qədəş şərab. Qardaş, oxumasaydım daha yaxşı olardı. Qulaqlarımın pərdəsi cırıldı. Yanğı ilə oxuyuram da, dedim axı yanıram. Həsrətli Hay Allah, mənim günahım nə idi, xatirələr hə? səni əvəz eləmir, şəkillərdən baxışın. Nədir? Nə olub? Ha? Götür. Lazımsız 2 nəfərlə qarşılaşdım. Bilirsən, axır vaxtlar belə adamlar çoxalıb, qardaş. Gəl o insanları görməməyin şərəfinə çək. Hə, yeri gəlmişkən. Səltənət ana balalarını öz təsiri altına yaman salıb. Kimi? Sən o jelebaşı deyirsən? Saçından heç xoşum gəlmir də.
Yox, mən az da olsa qəzəbliyəm, qardaş. Az da olsa o jelebaşın əlindən qəzəbliyəm. Hə, Amma bugün yox. Yaxşı. Qanımızı qaraltmayaq da. Mən indi gəlirəm. Amma tez gəl ha. ona nə olub? Mən biraz təmiz hava alım gəlirəm. Birlikdə də gedə bilərik. Yox, mən biraz tək qalmaq istəyirəm. Serial Space televiziyasının sifarişi ilə birləşdirildi. Əldi gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. Oxuşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.